görə başları ağrıyan kimi qaçırlar Avropada müalicəyə? Niyə görə Avropanı söyə-söyə bütün övladlarının hamısının Avropada mülkləri var? Nəyinə lazımdır İlham Əliyevin 20-dən artıq Londonda mülk? Pisdirsə Avropa niyə görə oradan alır mülkləri? Niyə görə Parisdə bunların mülkləri olmalıdır? Amma Azərbaycan xalqına gələndə bizim hamımızı qızışdırırlar ki, Avropa pisdir. Nəyə görə? Çünki demokratiya istəyir. Çünki deyir ki, millətinə zülm eləmə, haqqını ver, varidatını, sərvətini talan eləmə. Bircə dənə məqsədlər var. Bütün bu oyunların hamısı bir məqsəddən ötürüdür. Azərbaycana demokratiya gəlməsin. Azərbaycanda hüquq olmasın. Azərbaycanda ədalət olmasın. Ona görə bir gün Qarabağdan sui-istifadə edirlər. Bir gün Zəngəzurla bizim başımızı qatırlar. Bir gün üçüncü bir müharibəyə təhrik eləməklə bizim başımızı qatmaq istəyirlər. Başqa gün Türk Dövlətlər Birliyini nə qədər yersiz olsa da Avropa Birliyini alternativ kimi təqdim edirlər. Bizim milli hisslərimizi sümürürlər, ondan sui-istifadə edirlər. İmkan verməyin, əziz həmvətənlər. İmkan verməyin. Bəli, o milli hisslər bizə doğmadır. Bu vətən, bu torpaq, milli kimliyimiz bizə əmanətdir. Azərbaycan xalqını idarə edənlər milli olsaydılar, oğurluq eləməzdilər. Çox sadə. Milli olan millətinin varidatına, sərvətinə göz dikməz. Milli olan millətinin övladlarını şərləyib, həbs edib, məhv eləməz. Milli olan millətinin övladlarına işgəncə verib onları öldürməz. Bu qədər sadə, bu qədər net. Ona görə də əziz həmvətənlər, imkan verməyin ki, bizim milli hisslərimizdən, bizim vətənpərvərlik hisslərimizdən Azərbaycanı yanlış istiqamətə aparmaq üçün istifadə eləsinlər. Bizi şantaj edib sustursunlar və sonra da istədikləri yanlış istiqamətə bizi aparsınlar, adına da millilik qoysunlar. Buna gərək biz imkan verməyək.